Doktor, indi o geli deyirsən, nə deyirsən, onu nətər vurursan dizə zada, nədən ötürüdü o? Birinci qısa sizə cavab verim. Oynağın içərisində bu şəkildə qırılaq və hər bir oynağın üzərində. Yəni ki, belə heyvanda görmüş olasınız, dırnaq kirə. Hə, mal dırnağı pişirib yeyirəm tez. Orada görürsünüz üzəri hamardır və bir şirə var üzərində. Hə, Bu normal oynaqda bu şəkildə olmalı. Amma oynaq yeyiləndə çox pis. niyə yeyilir o? Müəyyən səbəblərdən, çox ayaqüstü olmaq, yaş faktoru, klimaks və digər səbəblərdən oynağın üzərindəki qırılaq zədələnir və travmadan sonra da ola bilər. Misi faktorların rolu böyükdür ki, o qırılaq zədələnsin və başlayır həmin yerdə nahamarlıq. Elə fərz edin, asfalt yol çevrilir, olur bir nahamar yola və siz hərəkət edərkən həmin yerdə xırtıq yaranır və onun səbəbi olaraq ikinci ağrılar başlayır. İnyeksion effekti nədən ibarətdir? Həmin bu oynağa keçirik, birbaşa oynağın içərisinə vururuq. Bu həmin yeyilmiş, zədələnmiş qırılaq toxumasını bir növ üzərini sıvıyır, orada hərəkət amplitudunu artırır və əsas da qidalandırır, ağrıları götürür. Hə, lap yaxşı. Bax, ay doktor, bu geli dedi, qızım tapmışdı, dedi ki, bundan vurdur ilə. Ola vura bilərsiniz onu mu? Bəli, çox effektiv bir geldi. Bunu yaxşı ki tapıb gətirmişsiniz. Biraz da Azərbaycanda da var, amma siz özünüz gətirmişsiniz, sizin öz gelinizi istifadə edəcəyik. Mən məsləhət görürüm. Hə, lap yaxşı. Elə bunu gəlin alıqdan, amma deyir ki, dənəmə vurduq, o çox yaxşıdır. Mən də dedim, gedək onda doktorun yanına, əgər bir şey varsa elə bundan vursun mənə da. Evet. Hə, Allah canını sağ eləsin, görün ağa yesin. Getdik iynə otağına, göründüyü kimi heç qorxulu deyilmiş. İyniyi doktor əlinə aldığından vurduğu çıxartdığı bir oldu. Mən hələ bir gözümü yuvub dişimi qıcamışdım, bir də baxdım ki, artıq iynə əlindədir. Hə, belə, çox gözəl. Siz də faydalanın, çox keyfiyyətli, çox gözəldir.